bürcü 16 fevral 2026-cı il. Səhərdən işə köklənin. O zaman gününüz həqiqətən məhsuldar keçəcək. Ətrafınızdakilərdən daha enerjili olacağınız üçün hamı sizə çatıb vaxtında kömək və dəstək təklif edə bilməyəcək. Amma bu problem deyil. Siz özünüz hər şeyi əla bacaracaqsınız. İlk uğurlar çox gözlətməyəcək. Artıq gün ortaya yaxın seçdiyiniz yolun doğru olduğuna əmin olacaqsınız. Sonra isə daha da maraqlı olacaq. Günün ikinci yarısı ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Bəzi qoçlar son vaxtlar çox darıxdıqları bir insanla görüşə bilərlər. Həmçinin bu yaxşı məqamdan istifadə edib köhnə əlaqələri bərpa etmək, küsüllükdən sonra barışmaq olar. Boğa bürcü 16 fevral 2026-cı il. Hər planlaşdırdığınızı reallaşdırmaq mümkün olmasa da gün ümumilikdə uğurlu keçəcək. Səhər hərəkət planı qurub ona sadiq qalan boğalar üçün daha asan olacaq. Bugün yerindəcə improvizə edib nəsə yenilik düşünmək adət etdiyinizdən çətin gələ bilər. Amma başqasının ideyası doğrudan da yaxşıdırsa onu vaxtında tutub dəyərləndirəcəksiniz. Köhnə dostlar və sadəcə yaxşı tanışlar sizə maraqlı bir şey təklif edə bilərlər. İntuisiya dərhal razılaşmağa dəymədiyini deyəcək və siz də ona qulaq asacaqsınız. Bəzi boğaların çoxdan haqqında işlədikləri tədbirlərə getmək şansı olacaq. Orada sizi maraqlı görüşlər gözləyir. Onlardan biri romantik bir hekayənin başlanğıcına çevrilə bilər. Əkizlər bürcü 16 fevral 2026-cı il. Gün sizdən səbir və israrlılıq tələb edəcək. Çünki sürətli qələbələr gözləməyə dəyməz. Müxtəlif sahələrdə çətinliklər mümkündür. Məsələn, bəzi əkizlər elə insanlarla ünsiyyət qurmalı olacaqlar ki, onlar xüsusi simpatiya və etibar doğurmur. Xoşa gəlməz sürprizlər, uğursuz təsadüflər də istisna deyil. Amma ciddi narahat olmağa ehtiyac yoxdur. Maneələri mütləq aşacaq. Vəziyyəti yaxşılığa doğru dəyişməyin yolunu tapacaqsınız. İxtiraçılıq və qeyri-standart həllər tapmaq bacarığı bütün tapşırıqların öhdəsindən gəlməyə və nəticədə istədiyiniz nəticəni almağa kömək edəcək. Əsas odur ki, nikbinliyi itirməyin və müvəqqəti çətinliklərə baxmayaraq hədəfinizə doğru irəliləyin. Xərçəng bürcü 16 fevral 2026-cı il. Gün çətin olsa da çox məhsuldar keçəcək. Əvvəllər alınmayan işlərə qayıtmaq, mürəkkəb məsələləri həll etməyə çalışmaq olar. Bir çox xərçənglər bugün ən yaxşı keyfiyyətlərini göstərəcəklər və bu, ünsiyyət dairəsini genişləndirməyə, yeni dostlar tapmağa kömək edəcək. Maliyyə məsələləri xüsusilə diqqət tələb edir. Pul daxil olmaları mümkündür. Amma əldə etdiyiniz vəsaiti yanlış idarə etmək və ya sonra peşman olacağınız impulsiv alış-veriş etməyə riski var. Şir bürcü 16 fevral 2026-cı il. Günün böyük hissəsini ilham verməsə də diqqət tələb edən rutin işlərə ayırmalı olacaqsınız. Eyni tipli tapşırıqları həll edərkən, xırda təşkilati məsələlərlə məşğul olarkən və ya başqasının səhvlərini düzəldərkən çox darıxmamağa çalışın. Prosesi sürətləndirib nəticəni tez almağa can atmayın. Məhz tələskənlik səhvlərə səbəb ola bilər. Maliyyə baxımından gün uğurlu olacaq. Müxtəlif mənbələrdən pul daxil olmaları mümkündür. Hətta köhnə borcunuz qaytarıla bilər. Alış-veriş etmək olar. Əgər uzun zamandır hansısa bir əşyaya göz qoymuşdunuzsa, onu almaq üçün indi münasib vaxtdır. Qız bürcü 16 fevral 2026-cı il. Gün sizə çoxlu xoşanlar gətirəcək. Uğurlu təsadüflər mümkündür. Bir çox işlər asan alınacaq. Zəhmətiniz də səxavətlə mükafatlandırılacaq. Maraqlı perspektivlər və imkanlar açılacaq. Onlardan istifadə etməyə dəyər. İntuisiya necə hərəkət etməyin daha doğru olduğunu göstərəcək və bu səhvlərdən yayınmağa kömək edəcək. Xırda narahatlıqlar və kiçik maneələr istisna deyil. Amma onlar sizi ruhdan salmamalıdır. Bunlar tezliklə öz-özünə həll olunacaq. Kiçik əngəllər olacaq. Onlara həddən artıq önəm verməyin, müsbətə köklənin və yaxınlarınızı da mümkün olduqca dəstəkləyin. Tərəzi bürcü 16 fevral 2026-cı il. Uğura o zaman çatacaqsınız ki, ilk növbədə öz gücünüzə və imkanlarınıza arxalanasınız. Kimisə köməyə gəlib hazır həll etməsini gözləmək lazım deyil. Müstəqil hərəkət etmək daha səmərəli olacaq. İllər ərzində topladığınız praktik müdriklik bugün çox işinizə yarayacaq. Son vaxtlar fikir ayrılığı yaşadığınız insanlarla münasibətləri düzəltmə fürsətini qaçırmayın. İndi qarşılıqlı anlaşmanı və harmoniyanı bərpa etmək mümkün olacaq. Köhnə dostlarla eləcə də bir vaxtlar yaxın olduğunuz sonra isə uğursuz təsadüflər üzündən əlaqələrinizi kəsdiyiniz insanlarla görüşlər xüsusilə xoş keçəcək.
Oğatan bürcü 16 fevral 2026-cı il. Bugün bir çox işlər adət etdiyinizdən çətin alınacaq. Hətta sadə tapşırıqların icrasında belə gecikmələr mümkündür. Gündəlik məsələlərin həlli gözlədiyinizdən daha çox vaxt ala bilər. Bugün əsas üstünlüyünüz insanlarla yola getmək bacarığınızdır. Bunun sayəsində dost və qohumların yanında özünüzü çox rahat hiss edəcək. Yeni tanışlarla da tez dil tapacaqsınız. Ürəkdən əylənmək təkcə özünüzün yox, ətrafdakıların da keyfini açmaq fürsəti olacaq. Nikbinliyiniz və həyatsevərliyiniz yoluxucu olacaq. İnsanlar sizdən gələn pozitiv enerjini hiss edib sizə yaxınlaşacaqlar. Əqrəb bürcü 16 fevral 2026-cı il. Gün pis keçməyəcək, sadəcə hadisələr istədiyinizdən daha yavaş inkişaf edə bilər. Ona görə səbirli olun. Hətta sizi qıcıqlandıran gecikmələrin əslində faydalı olduğu da istisna deyil. Məhz onlar sayəsində təhlükəli olayların mərkəzinə düşməyəcək, pul itirməyəcək və ya sizə zərər gətirəcək biri ilə özünüzü bağlamayacaqsınız. Günün ikinci yarısı aşiq olanlar üçün əlverişli olacaq. Münasibəti olan əqrəblərə romantik görüş, çoxlu müsbət emosiyalar gətirəcək. Subay əqrəblər isə təşəbbüs göstərib bəyəndikləri insanla yaxınlaşmaq üçün ilk addımları ata bilərlər. Oğlaq bürcü 16 fevral 2026-cı il. Hər şey ən yaxşı şəkildə alınacaq. Hansı işə girişsəniz, onu düşündüyünüzdən daha tez başa vuracaqsınız. Uğurlu şərait, zəngin təcrübəniz və praktik bacarıqlarınız kömək edəcək. Ətrafdakılar zəhmətinizi görəcək və layiqincə qiymətləndirəcəklər. Bu da sizi sevindirəcək. Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir. Onlardan birinin talih yüklü çıxması və həyatınızda vacib rol oynaması istisna deyil. Yaxınlarla vaxt keçirmək istəyən oğlaqlar üçün də bu dövr xoş olacaq. Fikir ayrılığı yaranmayacaq. Hamı üçün önəmli mövzularda tez razılığa gəlmək mümkündür. Dolça bürcü 16 fevral 2026-cı il. Çox iş görməli olacaqsınız. Başqalarının bacarmadığı çətin tapşırıqları həll etmək, kiminsə səhvlərini düzəltmək, ətrafınızdakıların hərəkətlərinə görə məsuliyyəti üzərinizə götürmək. Bunların hamısı asan başa gəlməyəcək, amma günün sonunda əla nəticələr əldə edəcək və ümumilikdə gedişatdan razı qalacaqsınız. Bəzi işlər isə darıxdırıcı, rutin, hətta mənasız görünə bilər. Amma bu yalnız ilk təəssüratdır. Əslində hər tapşırığın öz məntiqi var və onu həll etdikcə siz çox şey öyrənəcəksiniz. Ona görə vəziyyətə biraz fəlsəfi yanaşın. Hər şeyi bacardığınız qədər yaxşı edin. Balıqlar bürcü 16 fevral 2026-cı il. Əlverişli gündür. Çoxdan qurduğunuz planları həyata keçirmək və cəsarətli niyyətləri gerçəkləşdirmək üçün əla zamandır. Əgər uzun müddət vacib bir addıma hazırlaşıb onu ertələmişdinizsə, indi hərəkət vaxtıdır. Uğura inam hiss edəcəksiniz və bu hiss sizi aldatmayacaq. Hər şey yaxşı şəkildə alınacaq. Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Hərçənd bəlkə də istədiyiniz qədər böyük və sürətli olmayacaq, amma kiçik müsbət irəliləyişlər belə sevinc üçün səbəbdir. Münasibətlər tədricən yaxşılaşacaq. Anlaşılmazlıq aradan qalxacaq. Gərginliyin yerinə harmoniya tutacaq.